son zamanlar süni intellekt texnologiyaları artıq məqalələrdən, monoqrafiyalardan, auditoriyalardan artıq həyata daxil olubdur. Müxtəlif texnologiyalar ortaya çıxır, dövlət siyasətinə təsir edir, ölkələrin strateji potensialını müəyyənləşdirir. Yəni, süni intellekt texnologiyalarına əsaslanan həm hərb, həm də ki, mülki məqsədlərə istifadə olunan müxtəlif təyinatlı qurğular, müxtəlif təyinatlı intellektual proqram məhsulları və s. Yəni, onun sərhədləri görsənmir. Süni intellekt özü artıq ilkin tərifinə görə texnologiya olsa da, eyni zamanda dövrümüzün ideologiyasına çevrilir. Artıq bəşəriyyətin inkişafının bu mərhələsində süni intellekt artıq insanların, necə deyərlər, ailə münasibətlərinə, cəmiyyətdə münasibətlərinə, hakimiyyət və vətəndaş münasibətlərinə, beynəlxalq münasibətlərə, yəni bütün bunlara təsir etməkdədir, yeni reallıqlar yaratmaqdadır.